səni qardaşlarının yanında, yer üzündə hörmətli edən təqvadır, Allah qorxusu. Sən Rəbbindən nə qədər çox qorxacaqsan, bir o qədər hörmətli olacaqsan. Ümumən, elm əhli tərif verib ki, təqva sənin, yəni Allahın əmr etdiklərin yerinə yetirmək, qadağan etdiklərindən çəkinməyə təqva deyilir. Yəni sən Allahın əmr etdiyin yerinə yetirməklə və qadağan etdiyinə çəkinməklə təqva hasıl olmuş olur səndə. Yəni, və bu təqva ilə olur. Və həmçinin təqvanın tərifində demişlər ki, təqva səninlə qorxduğun şeyin arasında bir sipərdir, maniyədir. Yəni, sən günaha düşməyəsən deyə, günahla sənin aranda bir qalxandır təqva. Sən təqva səbəbindən, yəni Allah qorxusu səndə var deyə, sən günahdan çəkinirsən. Uzaq durursan və deyirsən ki, Rəbbim məni görür. Ona görə biz etdiyimiz hər hansısa bir xeyir əməli böyük bilməməliyik. Yəni, elə hiss elə bilməməliyik ki, bundan qurtulduq. Artıq biz çox böyük bir şeylər etmişik. Artıq cənnət mənimdir. Xeyr, əksinə, sələfin halı, sahabələrin halı necə idi? Qorxardılar. Nə deyir sələfimiz? Əgər bilsəm ki, Allah mənim bir xeyir əməlimi qəbul edib, bu mənə dünya və onun içində olan hər bir şeydən xeyir olar. Lakin deyə bilmirəm. Ona görə heç nədən arxayın deyiləm etdiyim əməllərdən.